Bura Xocalı rayon Badara kəndidir. Vəliyev Rasim Papayoğlu'na Badara kəndində çağırıb Qaşınkomda ev veriblər. Püşatma olmayıb. Asıl bir dənə ev kodu veriblər. Bu evdə gəlib 3 otaqlı ev düşür buna. Bir ailədə 5 nəfərdilər. Gəlib bir otaqlı ev veriblər. Bir otaqlı ev veriblər. Bu da 5'in heç ora yığa bilməz. Bu da dedim mənim ailə sayıma uyğun mənə ev verin. Heç kim ev vermədi. Nümayəndəlikdən də gəldilər. Qaşınkomun alverçiləri bir dəstə maklerləri yığıblar ora. Eldarın komandası, Natiq, Gülər, Tural, Şəhlə hamısı ev satmaqla məşğuldur. Bu dəqiqə Badarada 30'a qədər ev ağzı bağlı durur. Heç birində heç kimə vermirlər. Hamısının da behi alınıbdır. Cənab Prezidentdən xahiş edirəm. Bu evin Rövşən Rızayevə dəfələrlə çəkib bunun evini göstərmişəm. Qəzalı vəziyyətdədir. Badaradakı bu vəziyyətə son qoyulsun. Cənab Prezidentə xahiş edirəm. Bu dəqiqə Badara kəndində güclü alver gedir. Nümayəndəlikdən Elmir müəllimdir. Qaşınkomla əlbir olurlar. Evləri çəkib göndərirlər onlara. Evlər hamısı demək olar satışa gedir Badara kəndində. Kasıb təbəqiyə ev verilmir. Özləri də nümayəndəlikdən də gəlmişlər. Hamısı çəkilişi görən kimi qaçıb gizlənirlər. O qaşqına ev satanır, pul alıb ev satan şərəfinə tüpürüm.